Burası Suraxanı rayonu Yeni Günəşli qəsəbəsidir. Burada mərkəzdə bir qarış torpaq tapa bilməzsiniz. Səki demirlər, yolun mühafizə xətti demirlər. Bütün torpaqlar satılıb. Baxın, indi keçiblər artıq yaşıllıq zonaya. İndi çəkəcəyim yer hal-hazırda hasara alınıb. Bir dəqiqə. Hal-hazırda hasara alınıb, görürsünüz. Ofisi qoyulub. Yəqin ki, burada tikinti aparmaq fikirləri var. Ya bina görürsünüz, hamısı ağaclardır. Hamısı. Burada ağacları kəsmədən heç nə tikmək mümkün deyil. Demək ki, bu ağaclar sabaha bir suyuna kəsiləcək. Baxın, işləyirlər. İndi Suraxanı rayonu çıxsın, açıqlama versin. Suraxanı rayon icra hakimiyyəti ki, o ağacların talehi necə olacaq? Çünki Suraxanı rayonu icra hakimiyyəti deyirəm, hamı bilir ki, icra hakimiyyətinin icazəsi olmadan rayonda daşın üstünə qoya bilməzsən. İndi Suraxanı rayonu icra hakimiyyəti çıxsın, açıqlama versin. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi. Dünən də buradan bir video çəkmişdim. Baxın, görürsünüz. Buranı aldılar hasara. Çox güman ki, o biri yerlərdə olduğu kimi, yəni Suraxanın o biri hissələrində olduğu kimi burada da tikinti başlayarlar. Mən indidən bunu videoya çəkirəm ki, sonra bunlar burada ağac qurumuşdu deyəndə əlimizdə sübut olsun. İndi hasarı da göstərəcəm sizə. Baxın, burada hasar yox idi, dünən çəkiblər. Dünən çəkilməyini də göstərdim sizə. Ofis falan artıq hər şey yerləşdiriblər, gördüyünüz kimi. Görürsünüz, ofis. Ərazi başdan ayağa ağaçlıqdan ibarətdir.